Elektrokalkulyator cihazıdır. 400'lüydür. 4 növü var. 100, 150, 300, 400. Biz hal-hazırda 400-yə baxırıq. Normalda bunlar açılmalıdır və bunların içərisində yaş əski tipli bir şey var. Yəni bədənə qoyulur və o elektrik keçiriciliyini tamamlamaq üçün istifadə olunur. Sadəcə mən bunları aça bilmərəm. Çünki paket halındadır. Eyni ilə digər burada gördüyümüz elementlər hamısı paketli olduğu üçün mən bunu aça bilmirəm. Bunu normalda cihazı aldığı zaman müştəriyə təlim keçirilir və təlimdə həkim tərəfindən istifadəsi izah olunur. Bir texnik olaraq üstümüzə düşən iş isə sadəcə açıqda olan power kabelini toka taxıb cihazı işləyə vəziyyətə gətirmək və digər hissələrini artıq uyğun keçidlərə taxmaq üçün məsələn uyğun yerlər var, uyğun keçidlərə taxa bilərik. Bu cihaz üzrə qeyri-adi və çətin bir quraşdırma yoxdur. Əsasən cihazın işi təlim zamanı təlimçi tərəfindən öyrədilir. Bunu da aça bilmərəm. Dərslik ki, sadəcə buradan sizə uc hissəsini göstərməyə çalışacağım. Hara taxılır onu da qeyd edirəm. Gördüyünüz kimi uzun soft keçiddir və neytral yazılıb bura. Neytrala taxılır. Eyni ilə bizim bir də istifadə üçün olan pedalımız var. Pedalımız isə arxa keçidinə diqqətlə baxaq. Pedalın arxa keçidi isə aparatın arxasında uyğun yer var pedalın. Bu hissəyə taxılır. Put switch yazılıb. Put switch və bu hissə isə artıq bizim power kabelimiz üçündür.